لما نسوا ما ذكروا به أنجينا الذين ينهون عن السوء وأخذنا الذين ظلموا بعذاب بئيس بما كانوا يفسقون. O vaxt ki, onlar neyle ki xatırladılmışdılar, Tövratla, İncillə. O vaxt onlar o xatırlandıqları şeyi unutduqda, o vaxt unutdular onu. Yəni tərk elədilər, bidayətən tərk eləmişlər. Pisliyi qadağı edən kəsləri biz xilas elədik. Zulm edənləri də şiddətli əzabla yaxaladıq, itaətdən çıxdıqlarına görə. Bu qissə nə qissəsidir? Bu qissə Əl-Ərəf surəsi 165-ci ayədə keçən qissə o şəhərin qissəsi idi ki, biz ondan qabaq işarə elədik buna. O şəhər dəniz ətrafındaydı. Allah Teala onlara 6-cı gün balıq tutmağı haram eləmişdir. Bununla imtihan eləmişdi onları. 6-cı gün balıq gəlib çıxırdı, suyun üzündə hamısı olurdu, başqa günlərdə çıxmırdı. Ancaq 6-cı gün qadağan olunduğu üçün bunlara gəlib çıxırdı üzə. Bunlara imtihan olur. Beləncə vaxt uzanır, sonra bunlar bir hilə qururlar. Hilə qururlar, onların hiləsi də əlbəttə ki, onlara bir şey fayda vermədi. Bunlar cümə günü toru, şəbəkəni salardılar suya. 6-cı gün gəldikdə balıqlar çıxardı, düşərdi o şəbəkəyə, o tora düşərdilər. Bazar günü olduqda gedərdilər, həmin o balıqları götürərdilər. Allah Subhanahu taala bunların o əməllərinə görə onlara deyir ki, kunu qiradatan xasiin. Uzaqlaşmış bir meymun olun. Onları Allah Subhanahu taala meymun edir. Yəni Allahdan olan bir cəzadır onlara. Etdikləri əmələ görə. Yəni onlara qədəri bir qövül deyir Allah Teala. Qədəri bir qövül, yəni uzaqlaşmış bir meymun olun, onlar çevrilib meymun olurlar. Əgər desəydi ki, onlara ki, uzun qulaq olun, uzun qulaq olacaqlar. Sadəcə qədərdə yazılmışdı ki, bunlar meymun olacaqlar. Allah Teala bunları meymun edəcək, ona görə də meymun oldular. Kunu qiradatan. Yəni meymun olun. Nəyə görə meymun olun? Çünki meymun insana oxşarlığı vardı meymunun. Onun hərəkətləri çox pisdir. Meymun hərəkətləri çox pis hərəkətlər edir meymun yəni. Və fi'luhumul xabis əşbəhə bil halal liyənə hilə. Yəni onlar öz əməllərini haram olan o əməllərini, etdikləri pis əməli elə hilə formasında eləmişdilər ki, sanki o əməl nədir? Bunlar üçün halaldır. Yəni onları zahirdə görən olsaydı, baxacaqlar ki, 6-cı gün bunlar balıq tutmurlar. Əksinə, cümə günü şəbəkəni qoyublar, birinci gündə götürürlər. Bunlar uzaqda hilə qururlar. Subhanallah, kimə hilə qururlar? Qeybi bilən, əşkarı bilən, Allah Subhanahu taala onların hiləsini qəlblərindən keçməmişdən bilirdik ki, nə keçəcəkdir. Yəni bunlar bu formada bu haram olan şeyi neyləmişdilər? Halallaşdırmışdılar. Bunlara da cəzaları özlərinə tam əməllərinə münasib olan bir nədir? Cəza ilə cəzalanmışdır. Və fi hədə qaidətun, burada bir qayda vardı ki, Allah Azza və Cəllə öz kitabında onu zikr eləmişdi ki, ennəl cəzəə min cinsil əməl. Mükafat əməlin cinsindəndir. Cəza mükafat da ola bilər, əzab da ola bilər. Yəni əməlin cinsindəndir. Yəni hansı əməl edsənsə onun qarşılığı verir. Yaxşılıq etsən yaxşılıq verir, pislik etsən pislik verir. Bu qaydadır. Və kullən əxəznə bizənbihi. Allah Subhanahu taala adı da, Səmudu da, Qarunu da, Firavunu da, Həməni də bunların hamısının günahlarına görə əzabla onları eləmişdi, həlak eləmişdi Allah Teala onları. Hər bir insan öz cinayətinin misli qədər əzab olunur, yaxalanır. Fəhəuləyə qilə ləhum, bunlara da deyildi ki, uzaqlaşdırılmış, uzaq olan bir meymun olun. Bunlara söz meymunlar olun. Onlar da meymunlar olmuşdular. Yətəavanuna və liyəvzü billah fil əsvaq. Hansı ki, bazarda bir-birlərindən köməkləşirdilər də onlar.
Başqa bir tərəfdən Allah Teala deyir ki, "Ənceynəllezine yenhauna anis-su." Pisliyi qadağan edənləri nicat tapdırdıq. Xilas elədik. Yəni onlar həmin o Yahudi tayfası həmin vaxtda 3 qismə ayrılmışdılar. Birinci qism hiylə edənlər idi. İkinci qism sakit duranlar idi. Üçüncü qism də qadağan edənlər idi. Qadağan edirdilər şeyi. Sakit duranlar və kânellezine sekatu yequluna lillezine yenhauna anis-su. Sakit duranlar nə deyərdilər bu qadağan edənlərə? Deyərdilər ki, Allah Teala həlak elədiyi bir qövmə və yaxud da ki, şiddətli əzab verəcəyi bir qövmə nəyə mövz edirsiniz? Onlar üçün faydası yoxdur yəni. Sakit duranlar belə deyərlər qadağan edənlərə. Yəni onları boş verin, tərk edin. Olsa həlak olublar bunlar. Mövzə eləməyin bunlar. Onlara mövzə fayda vermir. Məzirətən ilə rabbikum və ləalləhum yəttəqun. Yəni biz həmin qadağan edən kəslər də deyirdilər ki, bizim boynumuza düşən odur ki, bunu demək, Rəbbimiz qarşısında üzrümüz olsun bizim. Yəni biz dedik, qəbul elədilər, eləmədilər. Məzirətən ilə Rabbinə, yəni Rəbbimiz, üzrümüz var bizim yəni. Bəlkə onlar yəni qorxarlar. Yəni biz fayda ver, onları dəvət elədik. Nəstəfidu fəidəteyn. Burada iki fayda ilə faydalanır. Birinci, Rəbbimizin qarşısında üzrümüz olur. Rəbbimizin yanında üzrümüz olur. Bəlkə onlar qorxarlar. Necə ki, Allah Subhanahu taala Firon barəsində demişdi ki, Musa əleyhissalamla Haruna deyir ki, ona deyir: "Fəqulə lehu qawlan leyyinan." Ona ikiniz də yumuşaq söz deyin Firona. "Ləalləhu yetezəkkeru ev yaxşə." Bəlkə xatırlayıb qorxar və ya da qorxar. Yəni yumuşaq gözəl şəkildə mövzə eləmək lazımdır. Bu şərtdir. Dəvətdə hikmətli olmaq şərtdir yəni. Və ləalləhu yettəqun. Bəlkə onlar burada deyir qorxarlar. Lakin Allah Subhanahu taala bu üçüncü tayfa ki var, sakit duran tayfa var. Onlara nə baş verdi o barədə xəbər vermir. Yəni bunlar mövzə edənlərə deyirdi ki, Allah Subhanahu taalanın həlak elədiyi və ya da şiddətli əzab verdiyi qövmə nə mövzə edirsə, onlara keçmir, fayda vermir. Bunlar sakit duranlardır, yəni ki, qadağan eləmirdilər. Qıraqda durmuşlar. Bunlara nə baş verir? Burada zikr olunmur. Yəni Quranda bu şey zikr olunmur. Alimlər ixtilaf ediblər. Demək, Allah Teala deyir ki, "Ənceynəllezine yenhauna anis-su." Ya pislikdən çəkindirənləri xilas elədik. Zulm edənləri şiddətli əzabla yaxaladıq. Onlar Allah'a itaətlərdən çıxmışdılar. Alimlər ixtilaf ediblər. Bu sakit duran tayfa görən əzabla yaxalanıbdımı bunlar, yoxsa yaxalanmayıbdımı? Yoxsa xilas mı olublar? İbn Seymur Rahiməhullah deyir ki, bizə vacib olan odur ki, Allah Teala nə barəsində susubsa da biz də susaq. Yəni heç nə deməyək yəni. Nəqul deyir ki, əməlləti nəhət fəqət necət. Qadağan edən nicat tapdı. Sən yaxşılığa əmr elədin, pislikdən çəkindirdin də. Amma haramı edən həlak oldu. Əzabla yaxalandı. Sakit duran isə Allah Teala onlar barəsində sakit durdu, həmin qövm barəsində, yəni tayfa barəsində. Və bizim də üzərimizə düşən odur ki, Allahın kitabında, Azza və Cəllənin kitabında necə gəlibsə də biz də elə edək. Yəni bunlar barəsində heç nə deməyək. Yəni baxmayaraq ki, hədis var ki, Peyğəmbər sallallahu əleyhi və səlləmdən ki, başqa bir məsələ üçün bir qövm olur, fasiqlik üzərində olurlar onlar, asilik üzərində olurlar. Onların içində bir salih insan olur. Bir var islah edən, bir var salih olan. Salih öz üçündür. Namazını qılır, özünü tutur, öz üçündür. Allah Subhanahu əmr edir ki, o şəhər, o kəndi mələklər dağıtsınlar. Onda deyirlər ki, ya Rabbi, orada bir salih insan var, deyir ondan başlayın. Niyə? Salih insanın salihliyi özünə görədir. Amma islah edən kəs, o yerdəki islah edən kəs var, islah edənlər var, o yer Allahın iznilə həlak olmaz. Ona görə insan bazarı həm islah edən olmalıdır, həm salih olmalıdır.